Kompüter tərcümə proqramları fənnindən imtahana düşəcək. Gəlin belə bir sualın izahına birlikdə baxaq. Deməli bizdə tapşırıq var ki, bizdən soruşur ki, söz və hərf tezliyini tapın. Söz tezliyini tapmağın gəlin qaydasına baxaq. Deməli söz tezliyini tapan zaman birinci bizdə burada lazımdır ki, ifadədəki sözlərin sayını tapaq. Sözlərin sayını tapan zaman isə bir-bir sayıram. Mən, həm, məktəbə, həm, də, bağçaya gedirəm. Deməli 7 dənə sözümüz var. P mənin ehtimalını tapanda 7-də 1 olacaq. Yəni 7 sözdən biri məndir. P həmin ehtimalını tapanda 7-də nə olacaq? 2. P məktəbə sözünün ehtimalını tapanda bir yerdədir. Olacaq 7-də 1. P D-ninkini tapanda artıq həmi tapmayacağım. Çünki həmi bir dəfə tapmışam. Bərabərdir 7-də 1. P bağçaya bərabərdir 7-də 1. P gedirəm bərabərdir 7-də 1. Bu şəkildə tapırıq. İndi isə gəlin dostlar, birlikdə baxaq hərf tezliyini necə tapırıq. Hərf tezliyində bizə yenə burada lazımdır mütləq hərflərin sayı. Deməli, hərflərin sayına gəlin baxaq. Deməli, bax burada 3 hərf var, burada 3 hərf var, burada 7 hərf, burada 3, burada 2, burada 7, 5, 7. Deməli, ümumilikdə 3, 6, 13, 16, 18, 25, 32 dənə hərf var. İndi gəlin bu yazdığım elə hissəni təmizləyib, burada sizə hərf tezliyini də göstərim eyni qaydada. Deməli, hərflərin sayı oldu 32 dostlar. Nə edirəm sonrasında gəlin baxın. Deməli, baxırıq. Deməli, hərflərin ehtimalı qiyməti. Məsələn, M hərfinə baxıram. P, M. Hərflərin sayı da oldu 32. Oldu 32. Deməli dostlar, gəlib baxıram ki, mənim cümləmdə neçə yerdə M hərfi var. Var burada, var burada, var burada, var burada, var burada. Deməli, mənim ehtimalım oldu 32-də 5 yazdım. Sonra gəlib baxıram uşaqlar Ə hərfinə. Ə hərfi baxıram. Var burada, var burada, var burada, 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 burada və burada. Deməli 3, 5, 6, 7, 8. Deməli P, Ə hərfi oldu 32-də 8. Keçirəm P, N hərfinə baxıram. N hərfi bir dənə mən sözündədir. Başqa heç bir yerdə yoxdur. Olacaq 32-də 1. P, H hərfinə baxıram. H hərfi, deməli dostlar, gəlib baxsaq ki, P hərfi haralarda var. Görəcəksiniz ki, H hərfi bir burada var. Məktəbə, bir də burada var. Vəssalam. Ona görə də P hərfində olur 32-də 2. P, Ə-mını yazmışıq. 2-yə baxaq. Məktəbə sözündə var. Vəssalam. Olur 32-də 1. P, T hərfinə baxırıq. Bu bizdə olacaq bir yerdə 32-də 1. P, B hərfinə baxırıq uşaqlar. Artıq P hərfi məktəbə sözündə də var. Bağçaya sözündə də var. Olur 32-də 2. Sonra gələm M-D-yə baxaq. P, D hərfi D-də var, gedirəm də var. Olur 32-də 2. Sonra dostlar P, B-ni yazmışıq, A-nı yazmamışıq. P, A 3 dənədir 32-də 3. P, G 1 dənədir 32-də 1. P, C 1 dənədir 32-də 1. P, C 1 dənədir 32-də 1. Sonra P, Y-ni bir dəfədir. P, Y bərabərdir. O yuxu. P, Y-ni yazmışam axı məncə.
Hə, yöndə yazdım. 32-də 1. Aha, sonra gedirəm də G-ni yazdıq, C-ni yazdıq. Gedirəm də aha, i-ni yazmışıqmı? Bəli. P, i, bir də sıralamanı itirdim. 32-də 1 olur. Ə-ni yazmışıq. R-ni yazmışıqmı? İndiyə kimi R hərfi olmuyor. P, R, 32-də 1. Bəs deyirsiniz ki, müəlliməm, mən cavabımın doğru və ya səhvliyi necə yoxlayıram? Gəlirsiniz yekunda uşaqlar. Bu aldığınız rəqəmləri toplayırsınız. Əgər sürət və məxrəc bərabərsə, deməli cavabımız doğrudur. 5, 8, 13, 14, 16, 17, 18, 20, 22, 25, 26, 27, 28, 29, 30, 31. Mənim xətam var, 31 alındı. Yəni, mən prosesdəki səhvimi belə tapıram. Məktəbdə bəlkə E-ni yazmışammı? Hə, P-E hərfini yazmamışam, bir yerdədir dostlar. Səhvim də tapıldı. Aynı oldu. Sadəcə belə toplayırsınız. O da 32-də 1 olandan sonra ümumi hamısı əgər sürətlə məxrəc 32-də 32 elədirsə, deməli cavabınız doğrudur. Hər birinizə uğurlar imtahanlar. Videolarımı bəyənməyə, kanalıma abunə olmağı unutmayın. Xoş seyirlər.